Kəmalı. Bugün 7 dekabr 2025-ci ildə OTK-nın blok fənləri üzrə imtahanının kimya fənnin izahına baxaq. Birinci qrup üçündür. Birinci qruplarda birinci sualımız deməli duzlar verilib, X, Y, Z mühitlərin verilibdir bizə, qələvidir. Qələvi olması üçün OH H-dan böyük olmalıdır. OH böyükdür H. Natrium xlor neytraldır, hər iki tərəf qüvvətlidir. Kalsium nitrat neytraldır, kalium nitrat neytraldır. Daha sonra ikincidə neytraldır, yəni hər iki tərəf ya qüvvətli ya da zəif olmalıdır. Davam edək B variantımızla. Hələ ki B, Y variantları doğru gedir. Turşu mühit deyirsə, deməli metal zəif, turşu qüvvətli olmalıdır. Burada isə B variantından neytraldır Z. Ona görə doğru variant Y variantıdır. 62-ci suala baxaq. VT2-nin VT1-ə nisbəti 128-dir. 128 bərabərdir qamma üstü. Deməli, Y çıx X böl 10. Qammanı 2 veribdir. 128 bərabərdir 2 üstü. Mən buranı delta T yazıram. Böl 10-a. 2 üstü biz neçə götürsək 128 eləyir 7. Deməli 2 üstü 7 bərabərdir 2 üstü delta T böl 10. 2'lər gedir. Deməli temperatur dəyişməmiz 70'ə bərabərdir. Doğru variant D variantıdır. Hansı ifadələr doğrudur? Əsasi düz əmələ gətirmir. Bəli, çünki bir dənə OH var. Bu doğrudur. Bir olan variantları saxlayırsınız. Mis xlorid türslə reaksiya daxil olur. Biz bilirik ki, pasiv metallar hidrogeni çıxara bilmir. Ona görə 2 yanlışdır. Bizə doğrular lazımdır. 2 olan variantları silirik. Magnezium hidroksid və sulfat turşu mol nisbətinin asılı olaraq əsasi turş normal düz əmələ gətirə bilər. Bəli, 3 də doğrudur. Variant A. Temperatur əmsalı 2'yə bərabər olan reaksiyanın 90 Selsidə sürəti deməli 0,3'dür. 130 Selsidə reaksiyanın sürətini soruşur. Yəni VT2-ni soruşur bizdən. VT2-ni bölürük. VT1-imiz 0,3 bərabərdir. Qammamız 2 üstü 130 çıx 90 böl 10. Bu zaman deməli VT2 X götürək 0,3 bərabərdir. 2 üstü 130'dan 90'ı çıxırıq. 40 böl 10. O da bərabərdir X böl 0,3 bərabərdir 2 üstü 4. 2 üstü 4'ümüz eləyir 16. X bərabərdir 16 vur 0,3. O da 4'dan 8 B variantı. 65-ci sualda həcm verilib 0,5 litrdir. Qapalı qabda verilən reaksiyanın həm müddətdə oksigenə görə sürətini sil. Bizə qrafikdə C10'u veribdir. İlk öncə gəlin C10'ya görə sürəti tapaq. Qramla verib, diqqətli olaq. Onda nu bərabərdir. Bizim nu birimiz, yəni başlanğıc molumuz qramımız, M1'imiz və M2'miz. Deməli, dəyişməsi 14 qramdır. Yəni 14 qramı bölürük biz molyar kütlə 28'ə. CO-nun molu çıxır 0,5. İndi CO-nun sürətini tapıraq. VCO bərabərdir nu böl VT düsturumuzdan 0,5'i bölürük. V 0,5'ə, T'miz isə 5'dir. Deməli, buradan tapırıq 0,2. Əgər CO-ya görə 0,2'dir, bizdən oksigenə görə orta sürəti soruşur. Baxıram, CO-nun sürəti, yəni əmsalı 2 olanda oksigen 1 olur. 0,2 olanda 2 dəfə az, X o da 0,1. Doğru variant C variantıdır. Hansı reaksiyalarda hidrogenin qatlığının azalması, məhsulların alınması istiqamətində. Biz bilirik ki, demişdik ki, hansı tərəfdən azalırıqsa o istiqamətə yönəlir. Deməli, əgər hidrogen onda məhsuldadır ki, azaldanda özünə tərəf yönəlir. Məhsulda hidrogen axtarasınız 1. Burada reagentdədir, burada məhsuldadır, bir də 3. Doğru variant A variantıdır.
Daha sonra hansı duzların sulu məhlulda turş mühit yaradır. Deməli, metalı zəif, turşunu qüvvətli götürməliyik. Qüvvətli metalları çıxırsınız. Burada mühit neytraldır, mühit qələvidir. Burada hər iki tərəf zəif olduğuna görə mühit neytraldır. Deməli, onda bizdə variant olur 2, mühit turşdur, 6, mühit turşdur. Burada isə hər iki tərəf zəifdir. Kuprum zəifdir, mühit yenə turşdur. 2, 3, 4. 2, 2, 3, 6. 2, 3, 6 A variantı. Mis2 nitrat məhlulunda deməli, suda məhlulun elektrolizindən katodda 0,5 mol maddə alınırsa, məhlulda neçə qram deməli, neçə qram nitrat turşusu alınmışdır. Mis nitratın reaksiyasını yazaq. NO3 2 dəfə. Sulu məhlulun elektrolizinin üstünə gəl H2O. Bu zaman elektrolizində katodda kuprum, anodda oksigenli turşu qalıqda oksigen, məhlulda qalır HNO3. Deməli, burada nitrat 2-dir, bura 2 yazaq. Deməli, hidrogen 2-dir. Daha sonra oksigenlərə baxaq. 6 buradadır, biri burada 7, 6. Deməli, bura 0,5 yazırıq ki, əmsallar tərpənməsin. Deməli, 0,5 mol oksigen qeyd eləyək. Daha sonra burada baxırıq. Bizdə 1 mol mis alınanda 2 mol nitrat turşusu alınırsa 0,5-ə də X götürəcəksiniz. X də bərabərdir 1 mol. 1 mol nitrat turşusu da qramla soruşursa 63 qram. Su ilə reaksiya daxilin əsasi oksidləri, yəni biz burada aktiv metalın oksidlərini götürürük, kuprumu çıxırıq. Əsasi oksidləri deyir. Manqan turşu oksididir. Xrom O, ferium O suda həll olmayan əsasi oksidlərdir. Doğru variant B variantıdır. Alüminium nitratın 0,5 molunu götürmüşük. İlk öncə yazaq alüminium NO3 3 dəfə. Deməli, dissosiasiya edirik. Alüminium üstə gəl, müsbət 3, üstə gəl 3 dənə nitrat qalığı. 1 molundan nitratın mol sayını istəyir. Bizdən 3 mol alırıq. 0,5-ə isə X olacaqdır. Bu da eləyir 1,5. Biz tam dissosiasiyadan aldıq bunu, yəni 100%-dən. Bizə deyir, dissosiasiya 60% olarsa nə qədər olar? X-dir. X də bərabərdir. İxtisar aparıq 20-yə 5, 3, 1,5-i 5 aparırsınız 0,5, 0,5-i 3-ə vuranda 1,5 doğru variant B variantıdır. 71-ci suala baxaq. Deməli, doğru adlandırılmanı istəyir bizdən. Xrom 3 dihidroksonitrat. Baxırıq, burada 2 dənə OH qrupu var, ekvivalentli. Bir dənə nitrat qalığı, nitrat qalığı 1 valentlidir. Bəli, deməli, xrom 3 valentlidir. Xrom 3 dihidroksonitrat 1 doğrudur. 1 olmayan variantları silirsiniz. Daha sonra kalsiyum hidrosulfat 2 valentli deyibdir. Yanlışdır, çünki kalsiyum sabit valentlidir. 2 olan variantı da çıxırıq. Daha sonra kalium hidroortofosfat. Kalium, bəli, hidroortofosfat doğru variant D variantıdır. Daha sonra 72-ci suala baxaq. X qram 40% dozdur. Bu zaman maddəni tapaq. Maddə bərabərdir. X vur 40% böl 100%. Deməli, omega düsturumuzdan tapırıq. Maddəmiz bərabərdir 0,4 X-ə. Deməli, bizim suyumuz 0,6 X olubdur. Bu bizim suyumuzdur, bu da bizim maddəmizdir. İndi mənə deyir ki, X qram su əlavə etdik. Yəni, bunun üzərinə 0,4 X də su əlavə olundu. Ümumi suyunuz elədi, deməli, 1 X. Maddəniz də yeni məhlulda elədi 0,4 X. Yeni məhlulumuz 1,4 X oldu. Bu bizim yeni məhlulumuzdur. İndi bizdən faizi soruşur. Y bərabərdir. Düsturumuz əsasən maddəmiz yenə 0,4 X. Ümumi məhlulumuzun kütləsi 1,4 X oldu. Vur 100%, faizlə istəyir bizdən. Buradan da deməli vursaq
0,4'ü vururuq 100'ə. 100'ə bölürük 1,4'ə. Deməli, x qram su əlavə etdik. Məhlulun özü qədər əlavə etmişik. X qram, məhlulun özü qədər, biz maddə qədər əlavə elədik. Məhlulun özü qədər əlavə eləyirik. Bu zaman onda burada necə olur? Bizdən silək. Məhlulun özü qədər əlavə etdikdə bu zaman y bərabərdir. Maddəmiz 0,4x idi. Birinci məhlulumuz elə x idi. Təzədən x qramda su əlavə elədik. Vururuq 100'ə. Bu zaman eləyir 0,4x böl 2x vur 100%'ə. Deməli 0,4'ü x'lər gedir buradan. Demək vururuq 100'ə. Bölürük 2'yə 20%. Doğru variant Y variantıdır. Nitrat turşusunun deməli molekulunda atomların sayı yazaq HNO3. Burada var 1, 2, 3, 5 atom. Sulfat turşusu H2SO4. Burada da var 7 atom. Deməli bunların cəmi bizə 12'ni verir. C variantıdır. AB'nin cəmini soruşdu bizdən. Deməli X maddəsinin bir molunun tam dissosiasiyasından alınan iyonların sayı 3A'dır. Deməli kalium, xlor. Burada 2 dənə atom var. Ammonium sulfat NH4 normal dozunu verir bizə SO4. 2 dənə ammonium, 1 dənə sulfat qalığı var. Bizdə 3 iyon eləyir. 3 iyon eləyir. Sink nitrat sink NO3 2 dəfə. Sink 1 dənə nitrat qalığı 2 dənə. Burada da 3 eləyir. Elə 2, 3 doğru variant B variantıdır. Daha sonra 75-ci suala baxaq. Deməli, qaz qarışığımız cəmi 7 moldur. Bunu X, bunu Y götürürük. Atomların cəmi isə 29 moldur. Onda X plus Y bərabərdir 7'yə. Metanda 5 atom var. 5X üstə gəl. Burada da 3 atom var. 3Y bərabərdir 29'a. Yuxarıki tənliyi 5'ə vura bilərik. Onda 5x üstə gəl 5y bərabərdir 35'ə. X'lər gedir. 2y bərabərdir 35'dən 29'un çıxırıq. Deməli 35'dən 29'un çıxırıq 6. Y bərabərdir 3'ə. Deməli biz y-ə 3 verməliyik. 7'dən 3'ü getdi. Burada 4 düşür. Deməli CO2'nin mol sayını istəyir. Elə 3 mol doğru variant B variantıdır. Deməli mol miqdarları verilib. Qələvinin kütlə payını istəyir. Deməli omega bərabərdir. Maddə böl maddə plus su düsturuna əsasən vur 100%. Maddəmiz 3 moldur. 3'ü vururuq 40'a eləyir 120. Burada da 120. Suyumuz da vururuq 18'e. Üstə gəl 180. Vurur 100%'ə. O da bərabərdir 120'ni böləcəksiniz 300'ə. Vurursunuz 100'ə. Sıfırlar gedir. O da 40%. Doğru variant D variantıdır. Daha sonra qapalı qabda eyni mol sada götürülmüş azot və hidrogenin reaksiyasından sonra başlanğıc maddələrin biri tam sərf olunur və 4 mol artıq qaldığı məlumdur. İndi əvvəlcə reaksiyamızı edək. N2 üstə gəl 3H2 alınır. 2 dənə NH3. Eyni mol miqdarda deyirsə maksimuma çatdırırsınız. 3 mol. Deməli baxırıq 3 moldan biri getdi. 2 mol azotdan artıq qaldı. Buradan 3'ü getdi, 0 qaldı. İndi gəlin 2 mol artığa görə verilənləri hesablayaq. 2 mol artıq olanda bizdən amoniyakı, başlanğıcı və hidrogen soruşur. 2 dənə amonyak olur. Bəs 4 dənə artıq qalanda 4'ə X.
4 dənə amonyak. Deməli cavabımız 1-dən başlamalıdır. 1 olmayan variantları atırsınız. Başlanışda 8 mol. Baxırıq 2 mol artıq olanda biz başlanışda 6 mol götürmüşük. 6 mol. Bəs 4 mol artıq olanda x o deyilir 12. Deməli 2 yanlışdır. 2 olan variantı çıxdı. Artıq bizdə A variantıdır. Amma yenə də tam baxaq. Deməli reaksiya 6 mol hidrogen sərf olunmuşdu. Yenə baxıram 2 artıq olanda 3 hidrogen sərf elədik reaksiyamıza. Bəs 4 artıq olanda x o da bəli 6 mol. Doğru variant elə A variantıdır. Daha sonra 78-ci suala baxaq. Xlor həm oksidləşdirici, həm reduks edicidir. 0-dan -1-ə, -5-ə gəldi burada xlor. Bəli, həm oksidləşdirici, həm reduks edici. Bizdən doğru ifadəni istəyir. 1 doğrudur. 1 olmayan variantları dərhal atırıq. Natri xlor oksidləşmə məhsuludur. Baxaq görək. Deməli, mənfiyə gedib azalıbsa oksidləşdiricidir proses. Onda burada məhsul reduksiya məhsuludur. Əgər natri xlor reduksiya məhsuludursa, natrium xlorat da oksidləşmə məhsulu olacaqdır. Ancaq bizdə tərsinə veribdir. Yalnız 1 Y variantıdır. 2 valentli metalın sulfat duzun yazaq. Metal SO4. Deməli, burada kükürdü deyir 20%. Yəni 32 qram kükürdünüz 20%-dir. Ümumi duzun kütlə payı 100%-dir. X-dir. X də bərabərdir. İxtisar aparırıq. Burada 5 qalır. 5, 32, 160 qram. Onda bizim metal SO4-ümüz 160 qramdır. Buradan tənliyə gətirib metalın nisbi atom kütləsini tapa bilərik. SO4 qalığı 96-dır. Bərabərdir 160-a. Bu zaman metal da bərabərdir 64-ə. Doğru variant C variantıdır. Daha sonra dəmir 3 nitratın suda məhlul üçün hansı ifadələr doğrudur? Helium, ümumiyyətcə nitratların hər bir elektrik cəryanı keçirir. Çünki qüvvətli elektrolitlərdir. Ona görə elektrik cəryanı keçirir. Bəli, doğrudur. Deməli, 1 olmayan variantları dərhal atırsınız. Qələv mühitdə xeyr, dəmir zəif əsasdır. Ona görə qələv mühit verə bilmir. Bizə doğrudur lazımdır. 2 olan variantları da atdıq. Tuş mühit yaradır. Bəli, nitrat qüvvətlidir. Feriumun əsaslığından, yəni tuş mühiti, tuşu qüvvətlidir. 3 də doğrudur. Doğru variant. Deməli, katyonun sayı 1 dənədir, anionun sayı 3 dənədir. Ona görə 4 də yanlışdır. 81-ci sualda deməli, natrium nitrat deməli, sulu məhlulun elektroliz zamanı anodda 0,1 mol qaz ayırmışdır. Gəlin natrium nitratı elektroliz eləyək. Sulu məhlulda mütləq nəzərə alın. H2O. Bu zaman baxırıq, aktiv metaldırsa katodda hidrogen, oksigenli qalıqdırsa anodda da oksigen. Belə olanda elə suyun parçalama reaksiyalarının əmsallarını qoyuruq. Yəni 2-nin 1-ə nisbəti. Əgər deməli anodda 0,1-dirsə, baxıram 1-ə 2-dirsə, 0,1-ə də x o da 0,2. Doğru variant. Litrdən istəyirsə çevirirsiniz litrə, 22,4-ə vurursunuz. 4-dən 48 litr. Doğru variant A variantıdır. Daha sonra deməli 82-ci suala baxaq. Həcm verilib, sıxlıq verilib. Biz buradan məhlulu tapaq. Məhlul bərabərdir rho V. Deməli bu zaman 1,5-i vurursunuz 300-ə. Millilitrlər eynidir, çevirməyə ehtiyac yoxdur. Bu deyilir 450 qram məhlul. İndi məhlulun kütlə payı 40%-dir. Kütləni soruşur. Biz bilirik ki, məhlulumuz hər zaman 100% olur. 40% onun maddəsidir. Maddəyə düşür. Bu zaman ixtisar aparırıq. Burada qaldı. Deməli 20 ixtisar aparanda 5, burada 2. 900-ü 5-ə bölürsünüz. 900-ü bölək 5-ə. 180. Deməli M-imiz 180 imiş. Doğru variant E variantıdır. 83-cü suala baxaq. Həll olma misalı 1500 olan deməli X-in 400 qram 30% doymamış məhlulunda neçə qram su buxarlandırmaq lazımdır ki, həmin temperaturda doymuş məhlulansın. Deməli bizim doymuş məhlulumuzun demək KH-ı 1500-dür. Bunu omega ilə də işləyə bilərik, elə KH ilə də işləyə bilərik.
Onda 400 qram 30% məhlulda biz maddəni tapaq. Yəni onda maddəmiz bərabərdir 400 vur 30 böl 100%. Buradan maddəmiz elədi 120. İndi KH-ı 1500-ə çatdırmaq üçün yazıram, onda KH-ın düsturuna 1500 bərabərdir. Maddənin yerinə 120, suyun da yerinə x yazaq. Çünki 400-dən 120-si sudursa, yerdə qaldı 400-dən çıxırıq 120-ni. 280-i də sudur. 280-i sudur. Elə bura 280 çıx x yaza bilərik. X yaza bilərik, vurarıq 1000-ə. İxtisar aparıq hər tərəfi 500-ə. Burada qaldı 3, burada qaldı 2. Deməli, bu zaman vururuq 3 280 minus x bərabərdir. Deməli, 120-ni 2-yə vururuq 240-a. 240. Deməli, 240-dan 3-ü ixtisar aparırıq. Deməli, 240-ı bölürük 3-ə, 80. Deməli, 280 minus x bərabərdir 80-ə. Bu zaman, deməli, 200 qram biz su buxarlandırmış oluruq. X bərabərdir 200-ə. Deməli, bizdə 200 qram su buxarlamalıdır ki, 80 qram qalıbdır. Deməli, burada doğru cavabınız 200-dür. Daha sonra, deməli, 84-cü suala baxaq. Hər iki maddə verilibdir. Bu zaman reaksiyamızı yazaq. Natrium OH üstəgəl H2SO4. Bu zaman hər iki maddə tam sərf olunub. Natrium sulfat, yəni normal duz alınır. Natrium 2SO4 üstəgəl H2O. Burada natriumdan 2 mol gedir. 2 vur 40-a 98 qram gedir. Hər iki maddə sərf olunduğuna görə 20 qrama da onsuz ki 24,5 gedir. Biz alınan duzun kütləsini istəyir. Bizdə istəsəz sulfata görə, istəsəz də OH-a görə eləyə bilərsiniz. Elə buradan yaxın olduğuna görə sulfata görə işləyək. Burada natrium sulfatın kütləsi 142 qramdır. 98-ə 142-dirsə, deməli 24,5-ə x-dir. O da 4 dəfə az deməkdir. İxtisar aparırsınız 4-ə. 142-ni bölürsünüz 4-ə. Deməli 35,5. Doğru cavabınız 35,5 olur. Daha sonra 85-ci suala baxırıq. Deməli, təzyiqin azaldılması. Təzyiq azalanda həcm artır və sağda, yəni sağda mol sayı çox olanları götürəcəksiniz. Bərkdir, deməli, bir həcmdən 2 həcmə, bəli, mol sayı artdı, yəni həcm artdı. Burada təzyiq təsir göstərməyəcəkdir. Burada solda 3 həcmdən 2 həcmə gəldik. 3 həcmdən 2 həcmə gəldiksə, həcm azaldı sağda, ona görə 3-ü də silirik. 2 həcmdən 4 həcmə, bəli, həcm burada artdı. 2 həcmdən 3 həcmə, burada da həcm artdı. Cavabınız 1, 4, 5-dir. 86-cı sualda deməli ayrılan enerji və sərf olunan oksigeni veribdir. Baxırıq reaksiyada 2 mol oksigen, yəni 2 vur 32 qram sərf olunanda 880-dir. M-ə də 220-dir. M də bərabərdir. İxtisar aparsınız 4-ə, 32-ni 4-ə aparanda 8. M də 16 qram eləyir, 4 dəfə az. Daha sonra 87-ci suala baxaq. Deməli, burada oksidaşma dərəcəsi və yaxud da valentliklə tapa bilərsiniz. Oksidaşma dərəcəsini tapaq. Oksigen mənfi 2-dir, müsbət 1-dir. Deməli, xlor müsbət 3-dür. Deməli, burada 3 valentlidir. Burada deməli, yenə mənfi 2-dir, 6, müsbət 1-dir. Xlor müsbət 5-dir. Deməli, 5 valentlidir. Burada isə 7 valentli olur. Baxın, indi burada bu normal halıdır, 1 valentliyə uyğun gəlir. Burada qüvvətlərin cəmi 6-dır. Xlor heç vaxt 6 valent elektronu olmur xlorun. İndi gəlin bu uyğunlaşmanı tapaq. 1, 2, 3. Burada P-də 4 elektron var. Deməli, əvvəlcə tək-tək paylayırsınız. Daha sonra deməli 2 tək elektronu var P-nin, bir dənə də D-də var. 3 tək elektronu, deməli 3 valentlidir.
Burada bütün orbitallarda təkli elektron 7 valentlidir. Burada P'də 3, D'də 2, 5 valentlidir. Deməli 5 valentliyə uyğun oldu D, yəni 2-yə D, 1-ə 3 valentliyə B, 5 valentliyə isə C uyğundur. 1-ə B, 2-yə D, 3-ə C. Doğrudur. Daha sonra keçdik 88-ci suala. Sink lövhə verilibdir. Bizə dəmir sülfat məhluluna salırıq. Sink üstəgəl ferium SO4 bu zaman alınır. Deməli sink SO4 üstəgəl ferium. Baxın 65 qram daxil olur. Burada məhlulumuzun kütləsi deməli 56-nı 56 üstəgəl 96 152. Buradan yazaq məhlulun kütləsinin qarışmasın. Deməli, məhlumuzun kütləsi 152 qramdır. Burada dəmir lövhənin kütləsi 56 qram oldu. Sinkin də kütləsi deməli, oksidləşmə məhsulu. Baxırıq, 65-dən 56-ya getdi. Deməli, burada 9 qram azalma var. 9 qram azalma olanda biz nə qədər sink sərf eləyirik? 65 qram. Yazıram 9 qram azalmaya 65 qram sinkdirsə 18 qram azalmaya 18 qram azalmaya x-dir. Deməli 130. Deməli sinkin kütləsi 130-dur. 2-nin cavabı 130 qramdır. Oksidləşmə məhsulunu istəyir. Oksidləşmə məhsulu 0-dan sink gedir müsbət 2-yə. Deməli artdı. Artdı, reduksiya edicidir. Burada sink reduksiya edicisi oksidləşmə məhsulu deməli sink SO4-dür. Çünki sink 0-dan müsbət 2-yə gedir, elektron itirir. İtirirsə reduksiya edicidir. Reduksiya edicinin isə məhsulu deməli sink SO4-dür. O da oksidləşmə məhsuludur. Oksidləşmə məhsulunu deyirsə sink SO4 götürəcəksiniz. Daha sonra 89-cu suala baxaq. Magnezium nitratdan 4 mol veribdir və 10 mol da kalium nitratdan veribdir. Magneziumun dissosiasiya dərəcəsini 80 verdi. Yəni onda 4-ün 80%-ni tapaq. 4-ün 80%-ni tapırsınız. Bu da elədir 3,2 mol. Deməli bizdə magnezium SO4 3,2 mola görə dissosiasiya eləyir. NO3 2 dəfə dissosiasiya eləyirik. Magnezium müsbət 2 üstəgəl 2 mol NO3. Baxın 1 moldan bizdə deməli nitrat ionlarının zamanla asılılığını istəyir. Nitrata görə eləyək. 1 moldan 1 dənə magnezium, 2 dənə nitrat. 3,2-yə burada 3,2 deməli magnezium, 2 dəfə ondan çox 6,4-də deməli nitrat olur. Nitrat qalığı olur. Qrafik magneziuma uyğundur. Deməli bizim enimiz 3,2-dir, bu magneziumdur. 5 dəfə çoxdursa, deməli bura 16 eləyir. 16 dənə də nitratımız var. 16 nitratın 6,4-ü magneziumdan gəldi. Gəlin görək yerdə neçəsi qalır. Deməli burada 16 dənə nitratımız var. Onun 6,4-ü deməli magneziumdan gəldi. İndi gəlin görək kalium nitratdan neçəsi gəlibdir. Kalium NO3 dissosiasiya eləyirik. Kalium müsbət üstəgəl 1-1-ə gedir. NO3 mənfi. Baxın 1 moldan 1 mol 1 mol. Bizdə də qaldı 16-dan 6,4-ün çıxırıq. Görək kalium nitratdan nə qədər dissosiasiya eləyibdir. Onu tapıram. 16 çıx 6,4. Deməli 9,6 da kalium nitratın dissosiasiyası olubdur. İndi baxırıq 9,6-ya elə 9,6 kalium nitrat sərf olunur. 9,6. Bizdə də ümumi mol 10-dur. 10 moldan hamısı dissosiasiya eləsəydi 100%-dir. 9,6 elibsə x o da eləyir 96%. Doğru cavabınız 96%-dir. Daha sonra 90-cı suala baxırsınız.
90-cı sualda deməli hidrogenə görə sürət 0,6-dır. 10 saniyə ərzində 2 litrik qabda deməli baş verən reaksiya zamanı neçə litr azot sərf olunur? Yəni ilk öncə hidrogenin sürətini veribdir. V bərabərdir nu böl VT düsturuna əsasən. Deməli biz molu tapaq. Nu hidrogen bərabərdir V, həcm V isə vur T-yə. Sürətimiz 0,06-dır, həcmimiz 2-dir, zamanımız 10-dur. Bu 0-la bu 0 getdi. 0,6-nı 2-yə vuranda 1,2. Deməli, hidrogenimiz 1,2 olanda azotumuz nə qədər olur? Reaksiyamızda baxıram, hidrogen 3 olanda azot 1-dir. Hidrogen 1,2 olanda azot onun 3 dəfə az olur. X. Bu da elədir 0,4. Deməli, reaksiya zamanı neçə litr azot sərf olunmuşdur? 0,4-ü vurursunuz 22,4-ə, sərf olunan azot 8,96 litrdir. Və neçə qram amoniak sərf olunur? Baxırıq yenə amoniaka. 3-ə 2 dənə amoniakdırsa 1,6-ya Y olsun. Yazıram 3 hidrogenə 2 amoniakdırsa 1,2-yə Y. Buradan da deməli ixtisar aparırıq. 0,4, onu da 2-yə vuranda 0,8 moldur bu. Qram deyirsə vurursunuz 17-yə. Demək 0,8-i vururuq 17-yə. Bu da 13,6. Burada cavabınız 2-də 13,6 eləyir. Deməli, birinci qrupların bugünkü sınağının izahını verdik. İnşallah növbəti video izahlarda görüşərik. Hər birinizə uğurlar, hər biriniz tələbə adını qazanın.